Qazananda sevinmə, xərcləyəndə sevin. Varlı olmaq hünər deyil. Qarun da varlı idi. Quran deyir ki, cəhənnəmin dibinə getdi. Varlı olmaq üçün ona görə sevin ki, əlim asılacaq, nə qədər hacəti olanların hacətini yerinə yetirəcəm. Varlı gələndə sevinmə, gedəndə sevin, xərcləyəndə sevin ki, artıq şükrünü yerinə yetirə bildin. Şükrünü yerinə yetirə bildin. Nə qədər boş şeylərə sevinsəz, bax mən sizə kiçik qardaşınız kimi deyirəm, nə qədər boş şeyə həyatda sevinsən, mütləq əvəzini qəmlənəcəksən, mütləq. Boş şeylərə də qəmlənəcəksən. Sən aram yaşaya bilməyəcəksən. Sən təriflədilər səni, sən yaxşı oğlansan, sən filan, təriflədilər, sevindin, bil ki, burnundan gələcək o. Yersiz sevindin, burnundan mütləq gələcək, yersiz təhqir eşidəcəksən. Qaçılmazdır bu. 5 nəfər səni alqışladı, sevindi. Qədim Naxçıvan restoranı. Orada onlarla istifadə edə bilərsiniz. Gözəl yeməklər bilir. Allah şahiddir ki, onun çox xəbəri yoxdur ki, mənim adımı çəkəcəm. Reklam xarakterli deyil. Sadəcə olaraq bu orqanik qablarda yeməyi ən çox harda bilirlər, mən o ünvanı sizə deyim. Və nəticə etibarıyla da bu qabı Qırğızstanın bunun içərisində qəşəng yemək pişir. Deyə bilərsiniz ki, buradan da töküb yemək olar. Yox, bəli, buradan da qırmadan, buradan da töküb yemək olar. Amma qırılanda bu elə bir ki, şov göstərilir və nəticə etibarıyla bir göz dəyişikliyi olur, bir beyin dəyişikliyi olur. Biz hər gün sizinlə çəkiliş edəcəyik, Allah'ın izniyle bizdə burada kifayət qədər maşallah çeşid var. Yenə təşkilatçı çıxması 4 dənə ölkənin malı var burada. Türkiyə, Gürcistan, Ukrayna, Azərbaycan. Yerli məhsulları da şəxsən malları özümüz istehsal etdik. Bunu mənim masallı ustalarım var, onlar düzəldiblər. Ondan sonra bu yerli malları, bu saxsı qazanları da özümüz istehsal edirik. Ünvanı sizə dedim, bax, Masazırda qədim Naxçıvan restoranı var. Demək olar ki, bu qabların əksəriyyətindən orada istifadə olunur və özündə bişirilir, verilir. Buyurun, gedin, orada yeyin və bir neçə mən sizə restoranlar xatır deyəcəm ki, video roliklərdə. Onlar bütün şəhərin hər tərəfində var. Bizim qablardan kim ki düzgün şəkildə istifadə edir, mən onların yerlərinin hamısını sizə deyəcəm. Necə ki, bu Emin Kafeni xatırlatdım sizə. Qədim Naxçıvan restoranı, Masazırda olan Qədim Naxçıvan restoranı xatırlatdım. Onların hamısını bir bu video roliklərdə sizə bildirəcəm Allah'ın izniyle. Siz gedib bu qablarda, sağlam qablarda yemək yiyəcəksiniz inşallah. Keyfiniz kök olacaq. Torpaq sevənlərə də eşq olsun. Görüşmək üzərə.